Anal çatın müalicəsi nədir? Anal çatın müalicəsində ilk 6-8 həftəlik çox önəmlidir. Belə ki, bu ilk 6-8 həftə ərzində müraciətdə pasientlərdə verilmiş olan medikamentoz müalicə, yəni dərman müalicəsinin xəstələrə faydası çox böyükdür. Bu zaman pasientlərdə qida rasionunda dəyişiklik edilərək, yəni onların çoxlu maye qəbul edərək, çoxlu meyvə, tərəvəz, çoxlu lifli qidaların qəbulu zamanı, ondan sonra yaşam tərzi dəyişiklikləri və bir sıra məlhəmlər istifadə edilərək anal çatın müalicəsində effektiv müalicəyə ulaşılmış olur. Hansı hallarda anal çat əməliyyatı olunur? Yox, əgər pasientimiz ilk müraciətini, ilk ağrıların başlanmasından 6 həftə keçdikdən sonra pasientlərdə artıq xroniki bir vəziyyət almış olur. O zaman verilmiş olan medikamentoz, yəni dərman müalicəsinin artıq pasientlərə çox da faydası göstərilməmişdir. Bu zaman pasientlərə əməliyyat məsləhət görülür.